Salam dostlar. 217 milyon manat təsəvvür edirsiniz. Bu Azərbaycan futbol üzrə Premier Liqasının qiymətidir. Bütün klubların ümumi həcminin qiyməti. Bu mən dediyim qiymət deyil, bu beynəlxalq araşdırmalarının nəticəsidir. Əlbəttə birinci yerdə Qarabağ gedir. Qarabağın qiyməti 47 milyondur. Ən bahalı futbolçuları Kadi və Leandro Andrade'dir. Təqribən 5 milyona yaxındır. İkinci yerdə Sabah gəlir, üçüncü yerdə Neftçi, sonra Zirə, Turan Tovuz və Araz Naxçıvan və başqa komandalar. Ən axırıncı yerdə Karvan Yevlaxdır. Amma açıq danışaq, bu qiymətin, bu məbləğlərin hesabına demək olarmı ki, biz istədiyimiz futbolu görürük? Məncə yox. Nə lazımdır eləmək, bu artıq klublardan asılıdır. Ya daha keyfiyyətli futbolçular almalıdır, ya da məbləğlər biraz dəyişdirilməli.